Arsenal Atletico Madrid oyunu. O maraqlıdır. Arsenal Atletico. Atletico sürpriz edən komandadır. Həm də səfərdə, Arsenalın İngiltərədə. biraz Keçən zədəliləri dəfə sən var. dedin, havası düşmürdü deyirdin, yoxsa havası düşürdü deyirdin Atletico'nun ciyərinə. İngiltərədən gələndə həmişə yaxşı oynayır. Hmm. Barcelona da tərsinədir. Atletico-da müsbət təsir eləyir. Mən düşünürəm Atletico'nun ki, bax belə güclü komandalara qarşı, bəlkə də udar. favorit bir deyilən komandalara qarşı, güclü komandalara qarşı Amma mən sərt Arsenal müdafiədə və kontratakada oynamaq Arsenalın oyuna simpatiyam var. Simpatiyamı qoy qırağa da, yəni. Simpatiyanı qoyaq qırağa, yaxşı onda olsun 3-2 Atletico'nun xeyrinə. Yəni düşünürsən ki 3-2 Bəlkə çox olur. səfərdə Hə. Atletico qalib gələr. Atletico qalib gələr. Tamam. Mən düşünürəm ki Arsenal qalib gələr Atletico'ya. Bax mən də qollu oyun gözləyirəm, amma həm Atletico'nun güclü müdafiə olunma qabiliyyətini qoyuram ortaya. Düşünürəm ki 2-1 olar. Yəni bacarar Arsenal qalib gələ bilər. Özdə yəqin ki oyunun bir hissəsində bir məqamda bir 1-1 olar, sonra sınma nöqtəsindən sonra Arsenal bir 2-1 qələbəni əldə eləyər. Atletico mübarizədə eləyən komandadır. Həm də son oyunlarda belə hiss olunur, belə qol vuran keçib, moduna keçib. Hə. Görək də, yəni mən Atletico'dan qələbə gözləyirəm. Pis deyillər. Yəni Real'a 5 dənə vurublarsa, yəni müsbət təsir bağışlayır oyunu. Mən baxanda xoşuma gəlir. Əvvəllər biz adamın ürəyi sıxılırdı, amma bir balaca nəsə yaradıblar.